Nasıl xeyir, necəsiz? Kərpic kəsən kişinin hekayəti ilə davam edirik. 2A tapşırığına baxırıq. Mətnindən nümunələr gətirməklə atalar sözünü izah edin. Əmək insanı ucaldır. Bax, orada kərpic kəsən kişi etdiyi əməllə insanların gözündə neynədir? Ucaldı. Zəhmətlə yeyilən acı soğan minnətlə yeyilən baldan şirindir. Kişi orada deyir ki, yəni kiminsə minnətli çörəyini yeməkdənsə, mən öz qazancım, yəni daha bahalı naz nemətdən daha mənə şirindir. Gəlin yazıb qeyd edək. Gəlin keçək B tapşırığına. Burada atalar sözləri haqqında da yadda saxla rubrikası var. Bir çox atalar sözlərində müdrik fikir birbaşa deyil, dolayısı yolla ifadə olunur. Məsələn, dəmiri isti-isti döyərlər atalar sözündə əslində belə bir fikir ifadə edir. Problemi dərhal həll etmək lazımdır. Məsələsi üçün deyəlim ki, sizin sinif yoldaşınızdan bir probleminiz var və bu problemi vaxtında müəlliməyə demirsiniz. Gedib evdə valideyninizə danışırsınız həmin problemi. Valideynlər sonra bir öz aralarında mübahisə yaranır, sonradan dolayısı yolla müəlliməyə çatır söhbət. Amma vaxtında onu müəlliməyə desəydiniz, müəllimə həmin anda sinifdə həmin problemi həll edə bilərdi. Və yaxud da sinif yoldaşının kitabı sinifdə qalıbdır. Sən ona deyirsən ki, ev yox, sonra verirəm, amma uşaq evə gedəndə o kitabı tapmır və dərs oxuya bilmir. Sabahsı gün gətirib o kitabı verirsiniz, təhvil verirsiniz, yəni artıq o dərsini oxumamış sayılır. Belə olan halda, yəni deyirlər, dəmiri isti-isti deyirlər, fikir dolayısı yolla izah olunur. Birbaşa yox. Tapşırıq B-də. Nə istəyir bizdən tapşırıq B-də? Hansı atalar sözlərində fikir dolayısı yolla ifadə olunub seçimini əsaslandır. Gəlin baxaq. Çəkilən zəhmət hədər getməz. Sürüdən ayrılan qoyunu qurd yeyər. Aha. Dost dostun eybini üzünə deyər. Halva halva deməklə ağız şirin olmaz. 2 və 4. Bax, sürüdən ayrılan qoyunu qurd yeyər. Bax, əgər qoyun sürü halında gəzmiş olsaydı, hamısı bir yerdə olsaydı, qurd ona hücum etməzdi. Onu deməyə çalışır. Yəni bir köməksiz, misal üçün orada nəyə çatdırmaq istəyir? Təkcə tək başına qalsan, sənin başına çox hadisə gələ bilər. Amma sən lazım olan yerdə, lazım olan insanlarla bir yerdə olsan, problem yaşamazsan. Yəni tək qalan adam gücsüz, köməksiz olur. 2. Dördüncü. Halva halva deməklə ağız şirin olmaz. Nə deməkdir halva halva? Yəni məsələn deyirsən ki, məsələsi üçün halva istəyirəm, şirin bir şey yemək istəyirəm. Onu tez-tez deməklə sənin ağzın şirin olmayacaq ki, həmin şeyi yeyə bilməyəcəksən ki, məsələsi üçün hər hansı bir işdə, belə deyək də, uğur qazanmaq üçün çox çabalamaq lazımdır, çox işləmək lazımdır da, düzdür? Yəni sənin həyatda bir məqsədin varsa, sən onun üçün çalışmalısan, o məqsədə çatmaq üçün nail olmalısan. Məsələn, deyirsən ki, mən əlaçı olmaq istəyirəm. Mən əlaçı olmaq istəyirəm deyə sən əlaçı ola bilməzsən ki, yəni sən istədiyin üçün ola bilmirsən. Çünki bunun üçün gecə-gündüz çalışırsan, oxuyursan, kəsəkələrin yaxşı qiymət alırsan və bunun nəticəsində nə olur? Sənin qiymətlərin yüksək olur. Beləliklə istədiyinə çatırsan. Deməli. İnsan məqsədinə nail olmaq üçün zəhmət çəkməlidir. Keçək digərinə. Tapşırıq C. Atalar sözlərində ifadə olunan fikri izah edin. Həmin fikirlə bağlı həyatdan nümunələr gətirin.
1. Yüz ölç 1 biç. 2. Yalan ayaq tuta yeriməz. Doğru söz ac olar. Ac toyuq yuxuda darı görər. Deməli, yüz ölç biçə aid bir nümunə deyə bilərik ki, ev tikməzdən əvvəl planlaşdırma aparmaq lazımdır. Misal üçün, bir insan ev tikmək istəyir, amma düşünmədən hərəkət edir və sonra yerinin uyğun olmadığını anlayır. Yəni planlaşdırır ki, məsələn, evi düzgün planlaşdırmayıbdır. Ona görə belə yerdə deyirlər, yüz ölç, bir biç. Yalan ayaqlar yeriməz. Bax, bir şagird müəlliminə ev tapşırığını etmədiyini yalandan izah edir. Müəllim əvvəlcə inana bilər. Deyər ki, hə, həqiqətən bunu şagird yazıbdı. Tam ki, ev tapşırığını yazmayıbdı. Daha doğrusu hardansa köçürdübdü. Yəni özü yazmayıbdı. Müəllim ona deyəndə ki, götür birini izah elə. İzah eləməyəndə artıq yalanı ortaya çıxır. Müəllim də ona olan hörməti itir. Doğru söz ac olar. Məsəl üçün, bir dostuna pis vərdişindən danışırsan, onu tənqid edirsən, bu sözlər əvvəlcə onu incidəcək. Sonra həmin adam düşünür və dostunun haqlı olduğunu başa düşür. Həqiqət hər zaman şirin olmur, amma nədir? Faydalıdır. Ac toyuq yuxuda darı görər. Nümunə. Məsəl üçün, maddi çətinlik içində olan biri daim varlı həyat haqqında xəyallar qurur. Reallıqda həmin nemətlərə sahib olmasa da, arzular daim beynində canlanır. Bax, buna aid bir şey deyə bilərik. Tapşırıq C. Nə deyir? Atalar sözlərini tamamla. Könlü balıq istəyən gərək ətəyi suda gərək. Yəni, ürəyin balıq istəyirsə, gərək ətəyi suya sal, ayağı suya sal, başla o balığı tutmağa. Gülmə qonşuva, birinə lağ eləyərsən, neyniyər? O da başıva gələr. Nə təkörsən aşıva, yəni nə deyərsən, nə iş görərsən, o da çıxar, qaşığına qabaqla çıxar. İstəyirsən bal çörək, yəni yaxşı yemək istəyirsən, bal bahalı bir şeydir axı. Onu deyir, al əli və bel kürək, yəni işlə zəhmət çək, o balı qazan. Deyir ki, atalar sözlərində əks mənalı sözlərin yeri səhv düşüb. Həmin sözləri müəyyən edin. Gəlin, yaxşı günə səbr edən yaman günə tez çatar. Burada olmalıydı. Yaman günə. Gəlin, bunu açaq. Günə səbr edən yaxşı günə tez çatır. Qışda işlə, yayda dişlə. Adam yayda işləyər ki, qışda dişləyə bilsin, qışda yeyə bilsin. Gündüzün xeyrindən axşamın şəri yaxşıdır. Gündüzdən axşamın yeri dəyişiləcək. Xeyrindən gündüzün əkmək üçün biçmək lazım. Yox, biçmək üçün nə etmək lazımdır? Əkmək lazımdır. Vətən cənnət olsa da yenə qürbət yaxşıdır. Vətənlə qürbət. Qürbət yəni cənnət olsa, qürbət çox gözəl yer olsa da, məsələn, xarici ölkələr çox gözəl olsa da, insana yenə də vətəni əziz. Çünki burada doğub, böyülüb, bura öyrəşibdir. Baxaq, özünə pislik edən özdə pisliklə üzləşər. Yəni, burada demək istəyir ki, özgəsinə quyu qazan, elə özdə quyuya düşür. Adam hisli olanda yanlış qərar verə bilər. Yəni, hirsli başda ağıl olmaz. Məqsədinə nail olmaq üçün zəhmət çəkməlisən. Yəni, halva deməklə ağız şirin olmaz. Deməli, vaxtı itirsən hədər, görərsən zərər. Su yaranıb axmağa, göz yaranıb baxmağa. Qorxursan pişikdən, niyə çıxırsan deşikdən? Örtülü bazar dostluğu neyniyər? Pozar. Deməli, Sevda ilə Əsmər bilik yarışmasına gedirlər. Yolda Əsmər lovğalandı. Elə bir sual olmaz ki, mən cavab verə bilməyim. Sevda isə yoldaşının sözlərinə gülüb dedi. Gəmidə oturub gəmiçi ilə dava eləmə. Hoppanmamış hop demək, könlü balıq istəyən ətəyi suda gərək. Burada hoppanmamış deyir ki, yəni hop demə.